28-ci suala baxaq. Buraxılışa yaxın günlərdə bu sizin üçün önəmli bir məlumat ola bilər. Üzgünlük sözündə əgər sözün kökü ilə ona qoşulan şəkilçidə eyni sahitlər olarsa, sözün kökü olur feil. Ü oldu feil. Üzləmək, ü-ə oldu şəkilçi ilə sözün kökündəki sahitlər ayrı. Ona görə sözün kökü oldu isim. Üzülməkdə üdü sözün kökü ilə şəkilçi eyni oldu. Ona görə cavabımız oldu C variantı. Eyni ilə 29-da düzgünlük sözündə eynidir. Düz, ü. Ona görə oldu sözümüzün kökü feil. Düzəlmək sözündə ü-nənə. Ona görə sözümüzün kökü oldu sifət. Daha sonra düzülmək isə ü-nənü. Şəkilçi ilə sözün kökündəki sahit eyni oldu. Və sözümüzün kökü oldu feil. Bu qayda yalnız lık-lik, luk-luk şəkilçisində ödəmir. Yəni düzlük və sıxlıq sözlərində yenə sözün kökü ilə sahit eyni olsa da sözümüzün kökü sifət olaraq qalır. Amma bir çox məqamlarda bu sizin köməyinizə yetəcək bir qaydadır.